qardaşım. Qafiyanı açıblar, demirlər kim kimdən deyəcək. Hər elə atılıb ora, cum cum. Olmur belə meyxanada da. Bardaq olmaz. Elə meyxana olar qardaş. Mənə qardaş işarə verdi, oradan iki deyir. Ki mənə işarə verməyiblər. Mənim arxada gözüm də yoxdur. Mən gördüm də. Qafiyə açıb o kişi mənlə demək istəyir. Biri buradan deyir, biri oradan deyir, biri oradan deyir. Qaş belə meyxana olmur. Hər qafiyanın 10-15 dənə sözü var da. Lədifə uyğun. Olmaz da belə. Deyim, qardaş problem yox. Mən oturum, kim başa düşürəm atam sənə. Onda Əkrəmlə bilən Mircəlal bir nə düşünlər, görək bu söhbət necə olur. Kim deyir, bunlar ikisi ilişir bir-birinə. O desinlər də təkbətə düşünlər. Ver bir dənə qafiyə özün. Ver bir dənə qafiyə özün. Rüfət. Bir dənə qardaş mərifətlə deyək. Rüfət, bir dənə özün qafiyə ver. Bir dənə xosro bağışla, bir dənə abişnik, onun sonra... Yox, Allah şeytanı ətəysən. İndi bir dənə Rüfət qafiyə verəcək, təkbətə gedəcək. Mən belə deyim də Mircəlal, xoş gəlmişsən. Mənim bütün çalışlar bilir ki, mən həmişə ədəblə ərkanla demişəm. Həmişə, hər zaman ədəblə ərkanla demişəm. Öz ədəb ərkanımı da gözləmişəm, böylə hörmətlə gözləmişəm. Amma sən gözlə böylə hörmətlə. Əladır hər şey. Əladır hər şey. Jet oyun axırında yox, ata. Onun ədəb ərkanını gərək tərpədin, meyxana meydanını gərək tərpədin. Ya Allah! Bir sənə necə deyir, qardaş, mən sənin xosronun toyunda öz yerimi verdim. Sən mən amma öz yerində abişnik deyirsən. Allah köməyiniz olsun. Qardaş, meyxanadır da. Meyxana da onda verirəm. Abişnikin tərcüməsini bilmirsən, sonra öyrən, problem yox. Abişnikin tərcüməsini sənə öyrədərəm mən inşallarım. Mən danışsam şey olar. Böyüklər var mənim. Yaxşı da orada. Meyxana deyim. Allah şey olsun. Meyxana deyim. Burada başqası O gün abişnik sözünə görə maçdağıda 2 dənə meyxanayan vuracaqdı bir-birini, biz qoymadıq. Olmaz. Elə ümumiyyətlə mənasını bilmədiyimiz sözlərdən heç istifadə eləmirik. Şirin meyxana. Sən. Sən en azından ona bələdsən də, sənin başına dönüm. Açarsayd sor meyxana qarşıda. Meyxana deyil, boş. Değerli izleyiciler, bildiğiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bu arasındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.